Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin və ali Muhammed. Tarixdə əhəmiyyətli mövzulardan biri də İmam Hüseyn əleyhissalamın başının harda bastırılması və dəfn edilməsidir. Və bu günlərdə müsəlman ölkələrində, müxtəlif ölkələrdə və müxtəlif şəhərlərdə İmam Hüseyn əleyhissalamın başının bastırılmağı ilə bağlı olan ziyarətgahlar vardır, məqbərələr vardır ki, bəzən də onlara məşhur elə ziyarətgahın adı Rəsul Hüseyn əleyhissalam, İmam Hüseyn əleyhissalamın başı adlanan ziyarətgahlar deyilir. Və bu Misirdə də var, Suriyada da var və başqa yerlərdə də var, şəhərlərdə. Bununla da bağlı sual verirlər ki, İmam Hüseyn əleyhissalamın başı harda bastırılmışdır? Cavab, bildiyiniz kimi Kərbəla hadisəsi bitəndən sonra, Aşura hadisəsi qurtarandan sonra Yezidin, Allah lənətləsin, əmri ilə İmam Hüseyn əleyhissalamın və digər şəhidlərin başı bədəndən ayrılır, nizələri taxılır və şəhərlərdə gəzdirilir. O cümlədən də Kufəyə və Şama aparılır. Və Şamın özündə Yezidin sarayında da o başın olmağı haqqında məlumatlar var tarixdə kifayət qədər. Sonra bəs o başın aqibəti necə olmuşdur? İmam Hüseyn əleyhissalamın başı harda bastırılmışdır? Bununla bağlı müxtəlif fikirlər var. 1. Ən mötəbər, Şiə Əhl-i-Beyt alimlərinin qəbul etdiyi və bəzi Əhl-i-Sünnə qardaşlarımızın da alimlərinin qəbul etdiyi nəzər Kərbaladır. Yəni, İmam Hüseyn əleyhissalamın başı hal-hazırda Kərbalada, elə onun bədəni yanında dəfn olunmuşdur. Hadisə ilə bağlı bunu nəql edirlər ki, Aşura hadisəsi bitəndən sonra əsirlər karvanı aparılır. Yezid sonradan etirazlar ki, olunur. Onların hamısında güya başqasını günahlandırır. Mən eləməmişəm, belə əmr etməmişəm. Yezid güya peşmançılığını bildirir və əsirləri hörmətlə geriyə qaytarır. Əsirlər geriyə qaydanda Yeziddən tələblərindən biri də bu olur ki, oğurlanmış, Kərbalada oğurlanmış əşyaları, paltarları, bayraqları və elə axır hamısını qaytar. O cümlədən də İmam Hüseyn əleyhissalamın başını qaytarmağı deyirlər. Və əsirlər özü ilə İmam Hüseyn əleyhissalamın başını, mübarək başını gətirirlər və bu da Səfər ayının 20-sinə imamın 40-ına, ərbəyinə təsadüf eləyir və bastırılır. Ona görə də həm ərbəyin, həm də imamın başının ora qaytarılmağı həmin o Kərbalada bastırılmağına dəlildir. İmam Səccad vasitəsilə başlar gətirilir və Kərbalada bastırılır. Başqa bir dəlil burada, orada ziyarətlə bağlı bir hədis var. İmam Sadiq əleyhissalamdan nəql olunur ki, İmam Sadiq əleyhissalam öz sahabəsi Yunusa deyir ki, İmam Hüseyn əleyhissalamın Kərbalada başının yanında bir qırmızı torpaq vardır ki, o, yəni şəfa torpağı. Onda hər bir dərdin, xəstəliyin dərmanı vardır, ölümdən başqa. Və həmin adam deyir ki, mən o torpaqdan götürdüm, bir damcı, bir dirhəm belə deyək, bir dirhəm götürdüm və onunla nə qədər insanlar şəfa tapdılar, müalicə olundular. Bu başqa bir mövzudur. İmam Hüseyn əleyhissalamın türbəti təcrübədən də keçmişdir ki, xüsusi bir türbətdir və ondan xəstələri də dərman etmək olur. Bunu İbn-i Qolavey Kamil-i Ziyarət kitabında nəql edib. Deməli, bu hədisə əsasən İmam Sadiq əleyhissalam Kərbala türbətindən olana deyir ki, İmam Hüseyn əleyhissalamın başının yanında. İmam Hüseyn əleyhissalamın başının yanında deməklə bu hədisdən belə əldə olunur ki, İmam Hüseyn əleyhissalamın başı orada bastırılıb ki, İmam Sadiq də deyir ki, onun başının yanından o torpaqdan götürün ki, xəstəliklərə dərmandır. O cümlədən də Əhl-i Sünnə alimlərindən də Sibt ibn Cozi Təzkirətül Xəvas kitabında nəql eləyir Kərbalada İmam Hüseyn əleyhissalamın başı əsirlərlə qaytarılır və İmam 40-ında və orada bədənin yanında bastırılır. İkinci ehtimal Nəcəf şəhəridir. Nəcəf şəhərində Həzrəti əleyhissalamın qəbrinin yanında o cümlədən də İmam Hüseyn əleyhissalamın başı bastırılmışdır və alimlərin buyurduğuna əsasən, nəqillərə əsasən orada Adəm peyğəmbərin, Nuh peyğəmbərin, Hud və Salih peyğəmbərin o cümlədən də İmam Hüseyn əleyhissalamın başı orada bastırılmışdır. Ona görə yaxşı olar ki, İmam Əli əleyhissalamın Nəcəfdə qəbri ziyarət olunduqdan sonra başı İmam Hüseyn əleyhissalamın başı orada olduğuna görə İmam Hüseyn ağanın da orada bir ziyarətnaməsi oxunsun. Bəzi kitablarımızda gəlmişdir. Və İmam Sadiq əleyhissalam oğlu İsmaillə gəldilər Həzrət əleyhissalamın qəbrini Nəcəfdə ziyarət elədilər və orada namaz qıldılar və imam buyurdu, dayanın, burada Cəddim Hüseyn İbni əleyhissalama salam verin. Ravi bunu nəql edən soruşur ki, İmam Hüseyn əleyhissalam Kərbalada deyil, imam buyurur, bəli, amma başı Şamdan gətirdilər. Başı Şamdan gətirəndə bizim dostlarımızdan biri onu oğradı və İmam Əmir əl-Möminin əleyhissalam yanında dəfn etdiyi. Bu, həmin o kitablarda nəql olunan hədisdir ki, bunu Şeyx Küleyni nəql eləyib və buna əsasən İmam Sadiq əleyhissalam buyurur ki, baş Şamdan oğurlanıb və Həzrət əleyhissalamın qəbrinin yanında
dəfn olunmuşdur. Bu da ikinci rivayət. Əlavə də sahibi Cəvahirül Kəlam kitabının sahibi çox böyük İslam alimlərindən biridir. Nəcəfi ləqəbi ilə tanınır. Nəcəfi özü öz kitabında buyurur ki, bu hədislər ki var, Kərbalada bastırılıb, Nəcəfdə bastırılıb, bunların arasında cəm etmək də olar, ixtilaf yoxdur. Ola bilsin ki, İmam Hüseyn əleyhissalamın qəbri, Həzrət əleyhissalamın qəbrinin bir müddət orada bastırılıb, ondan sonra Kərbalaya gətirilmişdir. Bu, həmin alimin buyurduğudur ki, ola bilsin, hədislər ki vardır Kərbaladadır, hədislər ki vardır Nəcəfdədir, bu hədislərin ziddiyyəti yoxdur. Əvvəl aparıblar Həzrət əleyhissalamın qəbrinin yanında dəfn ediliblər, bir müddətdən sonra çıxardıb, aparıb Kərbalada dəfn ediliblər. Üçüncü, Mədinə şəhəri. Bəzi əhl-i sünnə qardaşlarımızın mənbələrinə əsasən Yezid əsirləri geriyə qaytaranda başı da o cümlədən qaytardı və onu gətirib Mədinə şəhərində Bəqi qəbirstanlığında dəfn ediblər. 4. Dəməşq şəhəri. Suriyada Dəməşqdə müxtəlif ziyarətgahlar var və qəbirstanlıqlar var. O cümlədən də məscid, cami Əməvi məscidinin yanında dəfn olunmağı haqqında bəzi mənbələrdə gəlmişdir. Və digər şəhərlərdə var, daha onlar haqqında çox danışmırıq. Küfə, Raqqa şəhəri Suriyada, hətta Fələstində Əsqalan adlanan bir şəhərdə, hətta Misirdə Qahirə şəhərində Rəsul Hüseyn əleyhissalam adlanan bir ziyarətgah var. O cümlədən də Əfqanistanda da Qunduz vilayətində İmam Hüseyn əleyhissalamın başı ilə bağlı ziyarətgahlar vardır. İndi bununla bağlı amma etibarlı mənbələr hesab olunmadığına görə belə bir söhbət də var ki, tarixdə qeyd olunmuşdur ki, İmam Hüseyn əleyhissalamın başı bir müddət həmin oğurlamaqla bağlı hadisə ki, baş verir, müəyyən şəhərlərdə aparılır deyə, orada saxlanılıb deyə belə bir ehtimal verilmişdir. Əlbəttə, tarixçilər öz kitabında bunu da qeyd edirlər ki, bəzi ziyarətgahlar var ki, İmam Hüseyn əleyhissalamın başı aparılanda bir neçə saat orada saxlanılıb. Ora qoyulub, orada İmam Hüseyn əleyhissalamın mübarək başının qanı axıb və sonra ora ziyarətgaha çevrilmişdir. Bu da var ki, daha başın orada olmağı yox, başın müvəqqəti orada, nizənin orada saxlanılmağı, İmam Hüseyn ağanın əleyhissalam başını aparan, nizə daşıyan insanın orada istirahat etməsi və ilaxır ola bilsin, o başın orada qalmasını və sonra oranı ziyarətgaha çevirməyinə səbəb olmuşdur. Son nəticə, amma yenə də etibarlı mənbələrə əsasən və əlimizdə olan tarixi mənbələrə əsasən həm Əhl-i Beyt alimləri, o cümlə Əhl-i Sünnə qardaşlarımızın ən çox ehtimal budur ki, İmam Hüseyn əleyhissalamın başı Kərbalada mübarək bədəninin yanında hal-hazırda dəfn olunmuşdur. Allah bizi İmam Hüseyn əleyhissalamın tanıyanlardan qərar versin.